Ətirli bir səhərin xəbərini aldıq. Dedilər ki, başlayıbdı əskər qisasın. Murovdağın zirvəsində bayraq ucaldı. 44 günə vətənin yarası sağaldı. O gün bütün Azərbaycan ayaq üstə. Yetişdi o müqəddəs an qeyrəti göstər. Əskərimi güllələyənlər namaz üstə. Qardaşları hər birinin qisasını aldı. Əziz tamaşaçılarımız, biz Lənkərandayıq. Mübarək şəhid analarımızla bir yerdəyik. Bax, bu gördüyünüz süfrənin ətrafında əyləşən analarımız bizim qürur yerimizdir. Başımızın tacıdır. Çünki bugün Qarabağ torpaqlarında ki, biz sevinə-sevinə gedirik, quruculuq işlərini görürük, abadlıq işlərini görürük, evlər tikilir, binalar tikilir. Artıq qardaşlarımız, bacılarımız öz doğma ata-baba yurtlarına qayıdıb orada yaşamağa başlayırlar. Bu anaların övladlarının sayəsindədir ki, bax, bu analar gözünün ağı qarası olan oğullarını böyütdülər və gözünü qırpmadan Azərbaycan uğruna qurban dedilər. Allah sizləri var etsin. Dəyərli insanlar, dəyərli xanımlar, qürurlu Azərbaycan xanımları, sizin hər birinizin qarşısında baş əyirik. Mən çox istəyirəm ki, bizim qəhrəman oğullarımızın hər birinin adını çəkək, döyüş yolu haqqında tamaşaçılarımızın diqqətinə məlumatları çatdıraq ki, o oğullarımızın adını çəkəndə onların ruhu şad olur. Düzdür mənim anam, gözəl anam, buyur. Xoş gəlmişsiniz Lənkərana. Mən Şəhid Hüseynzadə Muradın anasıyam. Mənim balam könüllü müharibəyə gedib. Lənkəran regional narkoloji dispanserdə felçer işləyirdi də. Mən oradan könüllü gedib. 33 gün vuruşub da. Oktyabrın 31-i şəhid olub. Noyabrın 10-unda bizə verdilər, 11-i dəfn. 11 gün mənim balam neytralda qalıb. Füzulidən döyüş yolu başlayıb, Qubadlıda, yəni Laçın koridoruna qədər vuruşub, həmin orada şəhid olub. Bir aydan artıq döyüş yolu. Bəli, 33 gün vuruş, döyüş yolu olub. 31-i şəhid olub. 11, bəli, subay idi. Bəli, subay idi. Məkanı cənnət olsun. Allah razı olsun. Məkanı cənnət Çox olsun. sağ ol. Allah sizləri qorusun. Məkanı cənnət olsun mübarək şəhidimizin. Buyur anam. Əvvələn salam, xoş gəlmisiniz. Mən Lənkəran Şirinsu kəndindənəm. Cəfərov Əmrəxin anasıyam. Sentyabrın 21-i evdən çıxdı. Könüllülərə qoşuldu. Oktyabrın 15-i şəhid oldu. Xocavənddə şəhid olub balam. Allah Gülçərə anaya səbir, dözüm versin. Sizə çox sağ olun. Salam, şəhid Romir Əliyevin anasıyam. Füzulidə də iştirak edib, Cəbrayildə, Qubadlıda şəhid olub. Oktyabr 22-si şəhid olub. Bir oğul idi. Allah, caman şəhid balalarımız ruhları şad olsun, məkanları cənnət olsun. Mən Lənkəran şəhidi, şəhid Məhəmmədin anasıyam. Məhəmməd hərbi xidmətdə idi, 10 günü qalmışdı xidmətini bitirməyə. 2023-cü ildə başlanan antiterror əməliyyatı zamanı sentyabrın 20-sində şəhid oldu. Allah bütün şəhidlərimizin ruhunu şad eyləsin. Əvvəla salam, xoş gəlmisiniz. Mən Qulamzadə Afərinin anasıyam. Mənim evimin bircə oğlu idi. Bəli, zəng elədi oradan bizə dedi ki, atasına deyib bizi bayağı eləyiblər, bizi aparırlar. Oradan ücü döyüşə gediblər. Füzulidən onlar döyüşüblər. Xocavənddə şəhid olub. Son dəfə ayın 2-si, noyabrın 2-si bizlə danışdı və bizlə vidalaşdı. Demədi, mən şəhidi, sadəcə vidalaşdı. Yəni, onun danışığı bizlə vidalaşmaq idi. Xeyr. 3-ü döyüşə giriblər. Füzulinin 3 təpəsinin yerində 31 dənə uşaqlar, 17 gün uşaq neytral zonada qaldı. Onlar necə edilərsə, evə gətirəndə ayın 18-i axşam gətirdilər, 19-u dəfn elədilər. Noyabrın 19-unda dəfn olub, 14 gün səhrada qalıb, neytral zonada qalıb. Amma onlara heç bir həşarat, bir heyvan, heç bir şey onlara dəyməyib. Necə edilərsə, belə də qalmışdı çöllükdə. Necə var idisə, belə də qalmışdılar. Elə bir ilk gündür şəhid
Bəli, necə şəhid olmamışdır, elə də yerdə. Yəni ki, mən deməyim nədir ki, yəni ki, çölükdə bir dənə insan qalsa, onu qurd, quş, hər nə olaraq daraşa bilir. Amma o uşaqlara heç bir şey dəyməmişdi. Onları Allah qorumuşdu. Elə qorumuşdu, elə də bizə təhvil gətirdilər, verdilər. Biz 19-unu dəfn elədi. Allah balaların ruhlarımızı şad eləsin. Allah, bəli, cənnətlidir. Onlar şəhid olanda da sonra çoxlu yuxular da görülür. Allahıma qurban olum. Şəhidlərin məqamı çox ucadır, çox gözəldir. Mən balamdan fəxr eləyirəm. Allahım bizə belə bir neymət verib. Şükür olsun Allaha. Mən şəhid Məmmədli Elməddin Anaroğlu, onun anasıyam. Allah şəhid balalarımızın ruhlarını şad eləsin, məqamlarını ücə eləsin. Mənim balam da könüllü getdi, 2 ayda əskərliyini bitirib gəlmişdi. Allah biz analara səbir versin. Mən şəhid Abbasov Muradın anasıyam. Bəli. Murad Abbasov 2020-ci ilin 28 sentyabrında döyüşə qatıldı könüllü olaraq. Düzdür, qismən səfərbərliklə çağırırdı, amma könüllü qol çəkib döyüşə getdilər. 26 gün döyüş yolu oldu. Füzuli, Cəbrayil, Zəngilan, Qobadlı uğrunda ayın 21-də bizim uşaqlar bir yerdə şəhid oldular, maşın vuruldu. 11 şəhidimiz eyni bölümdə Lənkərana gəldi. 21-də şəhid oldu, 24-də bizə verdilər uşağımızı. Çox ağırdı danışmaq. Son danışığımız oldu, Muradla son danışığımız 20 oktyabrda oldu. Bəli, həmən günü danışdı, atasıyla danışdı. Dedi ki, Murad, arxada maşın sürürsən? Dedi, yox. Dedi, arxada maşında oturmayasan, maşınlarımızı vururlar. Yəni, özünü qoruyasan, arxada oturasan, qabaqda oturmayasan ki, tez düşə biləsən. Həmən günün səhərisi onların maşını vuruldu. Qobadlı istiqamətində bircə də yol var idi. Həmən yoldakı, onlar yolda keçəndə o yoldan onları vurmuşdular. Maşın arxadan vurulmuşdu. Uşağım da elə maşında şəhid olmuşdu. Masum Bağırzadə də Muradla bir bəli, dostu olub. Murad şəhid olub maşında. Bəli, maşında şəhid olub. Bunlar düşə biliblər Masum. Murad düşə bilməyib, maşında şəhid olub. Masum özünə gələndən sonra orada Muradın silahını da götürüb, Murada söz verib ki, mən sənin qisasını alacağım. Oradan düşüb Muradın silahını da götürür. Həmən günü qaçırlar qabağa. Onlar da gecə döyüşündə 31 nəfər onlar da gecə döyüşündə şəhid olurlar. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Deməli, ayın 21-də günortadan sonra elə bir ki, biz həmişə televizora baxırdı, xəbərləri izləyirdi. Elə həmən günü 21-i axşamüstüyə yaxın ani məni yuxu apardı. Yuxuda gördüm Murad vahiməli səslə məni çağırır, hay mama, sən demə, həmən günü o şəhid olubmuş. Allah Taala istədi ki, onun son sözünü mənim qulağıma gətirsin. Məni ani yuxu aparmışdı. Ayıldım, yoldaşım çağırdım ki, kiçik oğlum bəlkə məni çağırır. Qaçdım onun yanına, dedi, yox. Dedim, Murad məni vahiməli çağırdı. Bəli. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah sizə də kömək olsun. Allah sizdən razı olsun. Bizi bölgəmizə də xoş gəlmişsiniz. Ruhlar duaçı olsun. Bəli. Sonradan sizi birləşdirib. Bəli. Onlar dost olublar. Bəli, onlar burada dost olublar. Amma döyüşdə də bir-birinin yanından ayrılmayıblar. Ağcabəddə Masum Muradı görür, deyir, sən bizim bölümə gələcəksən. Orada elə birləşirlər. Bəli. 26 gün, bəli. 26 gün onların döyüş yolu olub. Amin. Mən də Masum Bağırzadənin anasıyam. Lazım olan sözləri elə mənim bacım dedi. 22-sinə keçən gecə Masum şəhid olub. Murad balamız günorta maşında şəhid olub. Masum gecəsi şəhid olub. 14 gün qalıb da noyabrın 4-ü gətirdilər. 14 gün qalıb torpaq üstə bala.
Lənkəranın qəhrəman anaları ilə bir yerdəyik. Sizin hər birinizə qürur duyuruq. Allah sizi qorusun. Baxın, Gülnaz xanımla bayaqdan yol boyu gəlirik Bakıdan bura. Ancaq sizdən danışmışıq. Sizin qürurunuzdan danışmışıq. Sizin necə bir qəhrəman oğullar böyütməyinizdən danışmışıq ana. Bəlkə də heç biriniz hiss etməmisiniz ki, evinizdə belə bir qəhrəman oğullar böyütmüsünüz. Xəbəriniz olmayıb. Şəhadətə ucalandan sonra bilmisiniz ki, hə, mən bir qəhrəman böyütmüşəm. 2 şəhidiniz var. Bir qardaşımdır. Birinci Qarabağ müharibəsi. Bəli, 92-dən Kimrovska oblastdan gəldi Qarabağ müharibəsinə. Mənim bu şəhidimin 6 yaşı var idi. 2003-də şəhid oldu qardaşım. Lənkəran rayonunun Havziyeva kəndində. Həsənzadə Əbülhəsənin anasıyam. Havziyeva kəndində 36 dənə çağırışa uşaq getdi müharibəyə. Bir dənə Əbülhəsən şəhid oldu. 36 dənə uşaqdan bir dənə Əbülhəsən şəhid oldu. Noyabrın 4-ü Şuşanın Daşaltıda şəhid oldu. Hərbi xidmətdə olanda 6 ayın soldatı idi. Müharibə, aprel döyüşlərində müharibədə iştirak elədi. Gəldi mənə dedi, ana, Allah məni sənə təzədən verib. Dedim, mən o Allah'a qurbanım, səni mənə təzədən verib. Getdi, noyabrın 1-i zəng elədi, sevinə-sevinə. Dedi, ana, Şuşaya girmişəm, az qalıb, gəlirik, sevinirdi. Bir də noyabrın 4-i zəng elədi, dedi, ana, noyabrın 4-i xəbər çatdı ki, uşaq şəhid olub, noyabrın 4-i Şuşanın Daşaltıda. 6-sı gəldi, şəhidlik gəldi, evə çatdı. Mənim böyük balam idi, mənim evimin nübar balası idi. Mən onunla nəfəs alıb verirdim. Düzdür, çətindir, ancaq adam sevinir ki, vətəni alıblar, torpağı alıblar, torpaq üstə gedib. Madrasəni qotarıb, ilahçı idi. Orta məktəbi oxuya-oxuya madrasaya da gedirdi, orayı da qotarmışdı. Məkanı cənnət olsun. Məkanı cənnət olsun. Bizim qəhrəmanımız demək Elməddin deyirmiş ki, necə deyirmiş ana? Vətən mənə oğul desən nə dərdim, mamur olub qayasında bitərdim. Ana da deyirmiş ki, o şeiri niyə tez-tez deyirsən, eysə? Bəli. Elməddin Məmmədli Lənkəran Coşuban kəndində könüllü olaraq 27 sentyabrda könüllü olaraq getdi. Qubadlı uğrunda 24-25 Qubadlı uğrunda şəhid oldu. Şəhid oldu ki, ondan sonra yaşayan uşaqlar, körpələr firavan yaşasınlar. Şəhid oldu ki, Xocalıda olan müsibətlər bir də bizim ana bacılarımızın başına gəlməsin. Qisasımızı aldılar. Bəli, 25 il Elməddini yəni mən böyütdüm, mən saxladım. İndi artıq yəni Elməddin mənim oğlumdur. Bütün Azərbaycanın, bütün xalqın oğludur. Bəli. Bu oğullar hər biri Azərbaycanın qürur yeridir, başımızın tacıdır. Bizi qürurlu bir xalq kimi bütün dünyaya tanıdan və qalib, müzəffər xalq kimi tanıdan oğullardır. Məkanı cənnət olsun. Zaten bu oğulların hər biri cənnətdədirlər. Lənkərandayıq əziz tamaşaçılarımız, qəhrəman analarımızın huzurundayıq. Sizi də bax bu analarla görüşdürürük. Allah sizləri var etsin, bizim qəhrəman analarımız. Maisimizin anası, xoş gördük sizi əzizim. Mən Abbasov Mais, Qurbanalı oğlunun baş leytenant, tank əleyhinə taqım komandiri. Şəhid Maisin anasıyam. Mais vəzifə borcunu yerinə yetirərkən şəhid oldu. Tovuzun Əlibəyli kəndində 99-cu ildə atəşkəs dövründə ağır döyüşlərdə iştirak elədi. 97-ci ildə ağır döyüşlər getdi. Mais orada iştirak elədi, amma 99-cu ildə Mais vəzifə borcunu yerinə yetirərkən şəhid oldu. Mais mənə 20-sində zəng elədi ki, ana, 22-sində məzuniyyət götürüb Lənkərana gəlirəm. Lakin 22-sində şəhid oldu, gəldi. Subay idi. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdi. Diplomunu da almadı, getdi. Dedi, gələrəm diplomumu alaram ana. Diplomsun narahat olma, tək vətənimi gedim, borcumu yerinə yetirim. Borcun yerinə yetirdi. Müddətdən artıq hərbi xidmətdə oldu. Demək olar ki, 2 il 6 ay hərbi xidmət orada elədi. Onu oradan buraxmaq da istəmirdilər. Deyirlər, Mais getsə, biz elə bir sağ əlimizi itirərik. Qoy bizlə burada axıra qədər iştirak eləsin. Mais vətən borcunu yerinə yetirdi. Canını da qurban verdi. 24 əskərin xilas elədi.
Qoymadı 24 əsgərinin analarının gözü yaşı axsın. Öz anasına qıydı. Ona görə də mən balamla fəxr eləmirəm, qürur duyuram. Hamımız. Qürur duyulan bir oğlan idi, 25 yaşında. Özü də həmişə deyərdi ki, mən 25 yaşında şəhid olacağam. Özü deyirdi. Əvvəldən deyirdi ki, ana mən 25 yaşında şəhid olacağam. Mənə ağır gəlirdi, onu deyinirdim, deyirdi ki, yox ana. Özü də ateşkəs dövründə. Ateşkəs dövründə deyirdi ki, 25 yaşında mən heç hələ əskəriyə getməmiş, hərbi xidmətə getməmiş deyirdi bu sözü. Mayıs, nə bilim, çox belə uzaq görən bir uşaq idi. Mən ondan, inan Allaha, nə bilim, necə uşaq idi onu mən deyə bilmirəm. Sən demə, mən evimdə qəhrəman böyüdürmüşəm. Seçilmişlər idi. Seçilmişlər böyüdürəm, biz mən Sizin də bilməmişəm. xəbəriniz olmayıb. İnan Allaha, mən bir dəfə hətta onun elə deyəndə, əlim də gəldi, elə bir onun bir dənə ağzına vurdum. Dedim, demə bu sözü, mən şəhid oluram. Dodağından elə bir damcı qan axdı. Dedi, o gördüm onu ana, bu mənim şəhid qanım idi. Mən onu heç vaxt yaddan çıxarda bilmirəm. Can anam, can. Nə bilim, şükür, yenə min şükür. Vətən borcunu yerinə yetirdi. Vətən yolunda şəhid oldu. Şəhidlik adını qazandı. Allahın verdiyi bir adı idi. Şükür onun məsləhəti. Hər dəfə şükür edirəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin ana. Allah bütün analara səbir versin. Mən onlara həmişə təsəlli verirəm. Analara. Bütün analara. Mən çünki deyirəm, mən analar anasıyam. Siz hamınız mənim qızım, bacım kimisiniz. Mən isə analar anasıyam. Mən sizinlə fəxr eləyirəm. Sizin kimi qızlarım var ki, siz belə oğullar böyətmişsiniz. Allah analara səbir versin, dözüm versin. İstəyir neçə il bundan qabaq olan şəhidlər olsun. 30 il boyunca Terror şəhidləri olsun, 44 günlük müharibə şəhidləri olsun. Onlar mənim də balamın qanını qoymadılar, yerdə qalsın. Vətən azad oldu və mən ondan sonra elə bir Allah Taala mənə vəh verdi. Mən belə bir şeir yazdım. Aha. Axırını deyəcəyəm. Deyin. Əvvəlini demirəm. Vətən üçün candan keçdim, izim qaldı. Azərbaycan torpağından mən doymadım, gözüm qaldı. Həm atama, həm anama, həm bacıma, qardaşıma deyiləsi sözüm qaldı. Məndən sənə bir yadigar, bir nişanə, bir əbədi, şəhid balam sözü qaldı. Məkanı cənnət olsun. Çox sağ olun, analara can sağlığı arzulayıram. Buyur anam, buyur. Ona görə də analara tapşırır, heç vaxt ağlamayın. Qəti. Heç vaxt şəhid üçün ana, baxma ana ürəyidir də, yenə gözdən yaş çıxır qızım. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Nə yaxşı ki siz varsınız, bizi yaşadısınız, sizə qurban. Elə demə, mən sizə qurban olum. Nə yaxşı ki gəlin sizdir. Can. Nə yaxşı ki sizlər varsınız. Sağ ol anam. Sağ olun. Bizim şəhidimiz Fariz Zülfüqarzadə 2020-ci ilin qəhrəman oğullarından. Demək, oktyabr ayının 19-u günü şəhadətə ucalıb Fariz. Fariz haqqında biraz danışın bizə. Tanıyaq Farizi. Fariz Zülfüqarzadənin anası Həqiqət Zülfüqarova. Mənim oğlum müddətdən artıq xidmət elə işləyirdi. Fariz evin kiçik oğlu idi. Ancaq çox şətəl, çox belə güləyən, özü səmimi, mehriban uşaq idi. Elə bir oğul idi ki, o evə girəndə elə bir işıq saçırdı. Həqiqi sözümdür. O gələndə məzuniyyətə oğlum həmişə deyərdi ki, ana, Fariz gəlir elə bir ev işıqlanır, gürlaşır. Fariz gedir elə bir ki, ev solur. Fariz elə bir oğlu idi. Şəhid olmamışdan da bir gün qabaq, pardasa bir saat 8-də, bir saatdan çox qardaşıyla elə danışırdı gülə-gülə. Onun səsində elə sevinc var, elə bir ki, o toyda bayramda idi. Səhərsi gündə yenə mənə zəng elədi, danışdı məndən. Ana özündən müğayət alanca mən bilmirdim Fariz müharibədə. Soruşurdum, deyirdi, yox ana bizim ayrıyıq. Müharibədə olduğunu deməyib sizə. Qətiyyən mən bilməmişəm. Onun tankı da bir dəfə yanıb, ancaq o tankı yananda yenə bilməmişəm. Onu göndərmək istəyiblər, hospitala o gedməyib. Deyib, yox, ikinci tankı gedib. Götürəndən sonra hardasa üstündən bəyəm də bir həftə keçib, ondan sonra uşağım şəhid oldu. Onun şəhidliyi vaxtını da bilməmişəm, heç sadı bilməmişəm. Fariz dəyərli bala idi, dəyərli oğlu idi, həqiqətən də gözəl oğlu idi. Bir ana kimi ondan həmişə fəxr eləmişəm. Düzdür, həmişə
bu sözü işlədirəm ki, mən oğlumla fəxr edirəm. Nə qədər o sözü desəm də, yenə mənim içərim dağılır, içərim yanır. Oğul itkisi ağır itkidir. Nə qədər desəydi biz analar hamımız biz fəxr edirik. Ana yenə də ki bizim içimiz yanır, içimiz dağılır. Elə oğulları itirmək, elə oğulları qazanmaq asaddır, itirmək biz üçün çox çətindir. O oğullar bizə o 30 illik torpaqlarımızı qazandırdılar. İtirilmiş torpaqlarımızı, itirilmiş Həsrətdən qeyrəti, gözümüzü itirilmiş namusu, itirilmiş həsrəti. Sizin oğullarınız 1-ci Qarabağ müharibəsi şəhidlərinin neçəsinin nəşinin geri qaytarılmasında, tapılmasında onların qəhrəmanlığı dayandı. Neçə anaların, bacıların gözü yoldan yığıldı. Bax sizin o, bu nəs bu sonuncu Vətən müharibəsi şəhidləri o qisası yerdə qoymadı. Oğlan 3 gün qabaq, müharibədən 3 gün qabaq bir həftə qabaq gəldi də, otopskaya buraxdılar. Onda mən dedim ki, mənim balam, mən deyirlər ki, müharibə olacaq, necə olacaq? Mən istəmirəm də. Yəni oğul itkisi ana üçün çətindir. Qayıtdı mənə dedi ki, ana nə necə olacaq ki? Orada mən olmalıyam da. Sabah deyir ermənilər gəlib analara, bacılara bir şey eləsələr deyə ana ömür bilə özümü bağışlamaram. Mən orada olmalıyam. Mən orada olmalıyam. Belə oğullar içirdik. Biz hamımız analar elə oğullar içirdik. Nə deyə bilər? Allah vətəni qorusun, Allah xalqımızı qorusun. Allah bu analara səbir versin. Dözüm versin. 5 ildir dözürük. Dözüm verir, səbir verir. Ancaq getmək istəyirik balalarımızın yanına, gedə bilmirik. Allah o balalarla bizi cənnətdə görüşdürsün. Biz gərək o qədər əməli salih olaq ki, Gülnaz xanım, zaten onlar cənnətdədirlər. Biz bu dünyadan köçəndə onlar bizi cənnətdə qarşılaya bilərlər. Düzdür? Mən doğrudan da biz gəzirik də şəhid analarla ucqar şəhərlər, rayonlar, bütün Azərbaycanın, Qarabağ Azərbaycandır verilişi ilə çəkilişə gedirsiniz, əziyyət çəkirsiniz. Yolda baxma, uzaq rayonlara getmək heç də asan bir işdir. Bir var toya niyəsə xeyir işə gedirsən, ürəyimiz dağılı gəlir ki, bizim bu elədiklərimiz hamısı bax belə şəhid analarına təsəlli deməkdir. Bunlara nə lazımdır? Bunlara diqqət lazımdır ki, bunların evlatlarının adları çəkilsin. Bu adlar da çəkiləndə oğlunun qəhrəman olmağını hiss edəndə bir daha analarda səbir tapılır. Səhv demirəm ki, yaşayırlar təzədən. Spes televiziyası olaraq, Qarabağ Azərbaycandır verilişi olaraq çalışdığınız qədər hər bir şəhid analarının yanında olmağa çalışırsınız. Buna mən yəni şahidəm, görürəm. Bir şəhid eşənib, gedəyin orada çəkilişə, bu insan yorulmaq bilmir. Onun savabı sizə bəsdir, bizim operator qardaşımıza bəsdir. Allah cənnət eləsin. Bir daha analara səbir deyirəm Allahdan. Qəhrəman oğullarla qürur duyuruq. Bizim qardaşlarımız da, o xalqın qardaşı da, evlatlarımız da olar bizim. Allah qəni-qəni rəhmət eləsin. Bir daha sizə Allah ömür versin, can sağlığı versin ki, siz belə anaları yaşadırsınız. Biz bir-birimizə dayaq, bir-birimizə dəstək olmalıyıq. Necə ki, bizim qəhrəman oğullarımız, şəhidlərimiz 44 gün boyunca Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirdi. Bir-birini heç tanımayan anaları bir-birinə bacı etdi. Biz bu birliyi qoruyub saxlamalıyıq. Necə ki, Ali Başkomandanımız, Cənab Prezident Azərbaycan xalqını yumruq kimi birləşdirdi o müzəffər ordusu ilə bərabər. Biz də vətəndaşlar olaraq bunu davam etdirməliyik. Gözəl anam, şəhidimizin adını deyin zəhmət olmasa. Mən Kərimzadə Mirxəyal. Mirxəyal Valih oğlu. Mənim oğlum 27-si müharibəyə getdi. Könüllü getdi mənim oğlum. Yazılmışdı. Polat Həşimov şəhid olandan sonra oğlum könüllü yazdırmışdı. Evə gəldi, dedim, xeyr, gözlə atın dedi, ana yox mən getməliyəm. Mənə zəng gəlib qalmamalıyam. Mən o dəqiqə getməliyəm. Elə tələsirdi ki, evdəcə qaçırdı. Nəsə xəyalım getdi. İnansan oradan mənə zəng vururdu. Ana yaxşıdır, hər şey yaxşıdır. Öndəyik, qabaqdayıq. Hə, mənə hələ deyirdi, ana öndəyik, narahat olma. Ancaq bir dənə dua eləyin ana. Bir dənə dua eləyin ki, biz torpaqlarımızı alaq. Yaxşı olacaq. Mənim oğlum öz komandiri yaralananda dostlarına kömək eləyib. Orada nə qədər uşaqlara kömək eləyib mənim oğlum. Xilas eləyib. Öz komandiri yaralananda onun gedib iynəsini vurub, yarasını bağlayıb. Görüb komandiri biraz yaradı da ağrıyır. Divay komandir, sən bunun belə şey eləyirsən də, ağrıyırsan. Bağlayıb, hər şey deyir, yaxşı olacaq. Biz gəl qabağa getməliyik. Öz branjetin üstündən çıxardıb, öz komandirin üstünə atıb mənim oğlum. Yenə də açıq döyüşə mənim oğlum gedib, şəhid olub.
Mənim oğlum belə qəhrəmanlıq eləyib, mənim oğlum. Mənim bir xəyalım. Mən xəyalımla həmişə fəxr eləmişəm. Əvvəldən də fəxr elədim, müharibəyə də getdim, mən fəxr edirəm. Öz komandirini xilas elədi mənim oğlum. Mən balamla qürur duyuram. Allah bütün şəhid balalarımızı rəhmət eləsin. Analarımıza, şəhid analarımıza can sağlığı versin. Biz də sizinlə qürur duyuruq. O ağ saçınıza qurban ana. Ağ saçınıza qurbansın. O heç vaxt qoymurdu mənim saçım ağarsın. Elə gedir, rəng alırdı. Ana bir dənə ağ saç olmasın. Xəyalımdan sonra qoymadım. Can anam, can. Heç qoymadım. Rəng ki, xəyalımın yadigar hər şeyi saxladı mənim üçün. Hər şey, ondan gələn uşaqlar danışırlar ki, xəyal deyir, get kimə məruz eləyirsən, qabağa getməli. Ona da biraz arxa deyib, yox, həm qabağa getməli. Nə olursa olsun, komandir, o səslər də məndə var. Komandiri danışır. Deyir, komandir, nə olursa olsun biz qabağa getməliyik. Öndə olmalıyıq, biz torpaqlarımızı almalıyıq. Xəyalımla fəxr edirəm. Qürurlu olun. Siz də çox sağ olun. Siz də çox sağ olun ki, gəlib işıqlandırırsınız, yaşadısınız. Biz analarda yad edirsiniz. Bizə ancaq təsəlli alırıq sizin sözlərin. Allah canınıza dəyməsin. Bütün analara səbir dözüm versin. Amin, amin. Allah köməyiniz olsun. Şəhidimiz Elsevər. Qəhrəman olur. 2023-cü il. Ayın 22-si, sentyabrın 22-si. Antiterror şəhidlərimiz bizim qəhrəman oğullarımız, Azərbaycan suverenliyini bərpa edən, sərhədlərimizi bütövləşdirən, Azərbaycanımızı bütöv edən oğullarımız. Müharibəyə nəhayət ki son qoyan, nidanı qoyan oğullarımız. Mən də Lənkəran şəhidi qardaşzadə Elsevərin anasıyam. Elsevər 2023-cü ildə 19-undan 20-sinə keçən gecə Xankəndi uğrunda gedən döyüşdə Ağdamın Sirxavənd kəndində şəhadətə ucalıb. Mən oğlumla fəxr edirəm. Oğlum ali təhsilli, oxumuş oğul idi. Son danışığında da elə bil ki, bizdən halallığını aldı. Dedi, ana, mənə deməmişdi mən döyüş bölgəsindəyəm. Elə deyirdi ki, ana, yerim rahatdır. Amma son danışığında dedi ki, ana, demişəm axı, mən heç kimin balasından artıq deyiləm. Elsevər haqqında danışmaq mənim üçün çox çətindir. Nə qədər qürur verici olsa da, nə qədər onunla fəxr eləsəm də, amma ana üçün ayrılıq çox çətindir. Allah ordumuzu qorusun. Çox sağ olun. Allah sizdən də razı olsun. Gəlib işıqlandırırsınız. Sağ olun. Elsevərimizin məkanı cənnət olsun. Şəhidimiz Mir Musa. Hüseynzadə Mir Musa. Hüseynzadə Mir Musa. Antiterror şəhididir. Xoş gəlin. 2023. Bəli. Antiterror şəhidi. Lənkərandan neçə nəfər var antiterror şəhidi? 8 dənə. 8 nəfər. Çox sağ olun. Mən Hüseynzadə Mir Musa'nın anasıyam. Xankəndi uğrunda şəhid oldu oğlum. Allah bütün şəhid balalarımızın ruhun şad məqamlarını uca etsin. Amin, amin. Qəhrəman Allah oğlumuz. sizə də can sağlığı versin Qəhrəman ki, igidlərimiz. gəlib işıqlandırırsınız. Şəhid ataları şəhidlər şəhadətə ucalmazdan öncə hələ heç biri bilmirdi ki, evində bir qəhrəman böyüdür. Evində bir şücaətli oğul böyüdür. Hələ bilmirdilər ki, illərlə əziyyətlə, əzabla böyütdükləri oğul nəhayət ki 30 il həsrətində olduğumuz torpaqları canı bahasına, qanı bahasına geri qaytaracaq. Biz bütün Azərbaycan xalqı olaraq hər birimiz şəhidlərimizin mübarək valideynlərinə, onları dünyaya gətirən analara, atalara minnətdar olmalıyıq. Bizim hər birimizin sizə can borcumuz var. Dəyərli şəhid valideynləri və heç vaxt unutmamalıyıq ki, bu şəhid valideynləri şəhidlərimizdən bizə qalan yadigarlardır, əmanətlərdir. Onları da qorumaq bizim hər birimizin borcudur. Necə ki, Ali Başkomandan hər zaman söylüyor cənab prezidentimiz ki, Azərbaycanda şəhid ailələrindən statusu yuxarıda, yüksəkdə olan heç bir ailə yoxdur. Bu həqiqətən belədir. Siz hər birimizdən ucasınız. Allah sizi qorusun. Bugün biz Lənkərandayıq.
Lənkəranda müqəddəs, mübarək şəhid valideynləri ilə bir yerdəyik. İndi hal-hazırda 3 övladı var. 3-cü övladının üzünü görməmişdi o. Məryəmin üzünü görmədən adını qoymuşdu. Deməli, şəhadətə yetəndən 4 ay sonra Məryəm dünyaya gəldi. Bir oğlu, bir kızı var. 2 kızı indi, 2 kızı hal-hazırda bizim öhdəmizdədir. Həmişə gəlib şəhidlərimizi yada salırsınız. Onun öyle sizə də minnətdarlığımı bildirirəm. Çox sağ olun. Mən Əhədov Şəfəqət Meybullaoğlu, 1-ci Qarabağ veteranı. Əhədzadə İmam Əlinin atasıyam. Əhədzadə İmam Əli 2016-cı ildə aprel döyüşlərində də iştirak eləmişdi. Lalatapa uğrunda gedən döyüşlərdə oğlum iştirak eləmişdi. Hərbi hissənin də verdiyi xasiyyətnamada yazılıb necə iştirak elədi. Mən 1-ci Vətən Müharibəsi iştirakçısı Dosya Salih Ağrayimoğlu bizim işğalda olan 30 il həsrətli qalıb torpaqlarımızın azad olmasında qəhrəmanlıq göstərən şəhidlərimizin ataları ilə birlikdəyəm. Bilirsiniz ki, bizim qəhrəman şəhidlərimiz 30 il həsrətli olan torpaqlarımızı 44 gün ərzində Ali Başkomandan Cənab İlham Əliyev başda olmaqla şəhidlərimiz, qəhrəman qazilərimiz, döyüşlərimiz bu torpaqlarımızı azad etdi. Və Ulu Öndərimizin bir vəsiyyəti var, deyərdi ki, darıxmayın, vaxt gələcək, o torpaqlar azad olunacaq, biz üç rəngli bayrağımızı sancacaq. Düzdür, Ulu Öndərimizə qismət olmadı. Ancaq onun davamçısı Ali Başkomandan Cənab İlham Əliyev başda olmaqla bir əmrə hər birimiz istəyir, birinci Vətən müharibəsi işçisi gənclərimiz hamımız bir yumruq oldular. Mən hər bir komissarda o qəhrəmanlıqları gördüm bu gənclərimizin. Həqiqətən də bir sevincli, qürurlu olur ki, bizim övladlarımızın vətənpərvər olmasının bir daha bir sübut etdi. Və biz bunun 44 gün ərzində bir daha qalibiyyətlə dünyaya sübut etdi ki, Azərbaycan dövləti nəyə qadirdir və Azərbaycan dövlətinin bir qarışı torpağı da heç bir düşməndə qalmayacaq. Bu gün də müharibə olarsa, torpaqlarımıza göz dikən dövlətlər olarsa, biz hər birimiz bir müsəl əsgər olaraq şəhid atalarla birlikdə biz döyüşə hazır olmağa hazırıq. Ona görə də biz hər birizə can sağlardır, şəhidlərimizin qürur qarşısında baş əyirik ki, belə bir qəhrəman övladlar böyüdülər bizim şəhid atalarımız və onlarla qürur duyuruq. Sizə də çox sağ olun deyirik ki, dəvət alıb gəlmişsiniz Lənkəranımıza. Minnətdarlıq bildirir. Sağ olun. Xoş gəlmisiniz. Mən şəhid Elnur Talıbovun atasıyam. Və 2020-ci ildə 44 günlük müharibədə şəhid olub Füzuli rayonunda. Allah şəhidlərimizi rəhmət eləsin. Allah sizə can sağlığı versin. Mən Nəzarlı Nicat, şəhid Nəzarlı Nicat Mübariz oğlunun atasıyam. Antiterror əməliyyatı başlanandan deməli oğlum orada iştirak eləmiş və Ağdara uğrunda döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Yəni atalara baş sağlığı verəcəm. Allah vətənimizi qorusun. Yaşasın Azərbaycan. Şəhidimizin adını deyək. Şəhidimizin adını deyək ki, Mən Ağazadə Sənan Ağazadə. Sənan Ağazadə Nizamoğlu. O Neçənci ilin şəhididir əziz qardaşım? 44 gün 44 günlük döyüşdə iştirak edir. Hərbiçi idi yoxsa əskər? Əskər idi. Əskər. Əskər 44 gündə şəhid oldu. Füzuli döyüşlərində şəhid oldu. 36 maşın vurmuşdu. Erməni, bəli, bəli. İlk hərbəniz. Bəli. Mən həqiqətən də o gedəndə dedi ki, məndən fəxr eləyəcəksən. Özü sizə dedi? Bəli. Tək oğuldu? Bəli. Evin tək oğlu? Evin tək oğlu idi. Bütün şəhidlərimiz gedəndə deyiblər ki, mənimlə fəxr eləyəcəksiniz. Elə fəxr olması oğul böyütmüsünüz. Tək sizin oğlunuz olmuyor, bütün Azərbaycanın oğlu olur. Eşq olsun sizin kimi qeyrətli kişilərə. Sizin oğullarınız bizə Xocalının o qisasını aldılar. Torpaqlarımızı geri qaytardılar. Bayrağımızı Xankəndiyə, Şuşaya sancdılar. Sizə yerdən göyə qədər nə qədər təşəkkür eləsək azdır.
bir can borcumuz var. Bu xalq olaraq hər Çox sağ birimizə. olun. Hər zaman axtarmayacaq. Çox sağ olun. Təşəkkür Mən edirəm sizə təşəkkür edirəm. Siz bizə təşəkkür şəhidlərimiz yaddanır. Yaddan çıxmır. Çox sağ olun. Onlar yaddan çıxan oğullar deyirlər. Qəhrəman şəhidimizi tanıyaq. Qardaşzadə Elsivar Rakifoğlu. Elsevərin anasını gördüm biraz öncə. Qəhrəman oğlumuzu dünyaya gətirən ananı. 2022-ci ildə məktəbi dondurub, hərbi xidmətə yola saldım. Gəncəyə düşdük, Gəncədən Qusara. Qusardan birbaşa apardılar Ağdam şəhərinə. Bu antiterror əməliyyatında sentyabrın 20-si şəhid xəbərini çıxdı. Nəhayət bax o oğulların sayəsində Azərbaycan suverenliyinə qovuşdu. Azərbaycanın sərhədlərini bütövləşdirdilər. Məhz bax o antiterror əməliyyatında iştirak edən sizin oğlunuz da onlardan biri idi. Bəli, Allah bütün şəhidlərimizin rəhmət eləsin, yerləri cənnət məkan olsun. Amin. Allah sizləri də var eləsin, bizi yad edirsiniz. Bax burada dayanan bax bu qürurlu kişilərin böyütdüyü, boya başa çatdırdığı oğullar. Sizin hər birinizin oğlunuz bir evinizin bir çırağı idi. O oğullar bəlkə də belə deyim də öz həyatları bahasına, öz canları bahasına. Görün Qarabağda neçə dənə evin çırağını yandırdılar. Görün Qarabağda neçə evlər işıqlanıb. Görün Qarabağda bugün hansı işlər görülür. Hamısı sizin oğullarınızın sayəsindədir. Onlar canlarını verdilər əziz tamaşaçılarımız. Bu oğullar unudulmaz insanlardılar. Adı tarixə qızıl hərflərlə yazılan oğullardılar. Biz Azərbaycan xalqı olaraq onları heç vaxt unutmamalıyıq, hər zaman yaşatmalıyıq. Şəhid Qulamzadə Afarin müqəddəs oğlu. Ada bax. Afərin. Kim verir bu adı ona? Babası verir. Babası. Hər bir əskər, hər bir zabit öz sahəsində qəhrəman olub. Bunlar hamısı qəhrəmandırlar. Mənim yarımçıq qaldığım işi mənim oğlum öz dostları ilə, bax onların atalarıdır. Onlar tamamladılar. Çünki mənə zəng elədi bu ayın 2-si. Məndən halalı qaldı. Anaya yaxşı baxasan. Ananı sənə tapşırıram. Bəli, axırıncı sözü bu idi. Sənin yarımçıq qaldığın işini mən tamamlayıram. 370-dən çox erməni öldürən, bax odur. Erməni onun kadrını çəkmişdi. Uzandığı yerdə yaralı idi, amma onun qabağında yenə də sınmadı. Bilirdi ki, o şəhid olacaq. Onlar qəhrəmanla ta qiyamətə qədər getdilər o uşaqlar. Onlar ölməyiblər. Onlar yaşayırlar. Amma insan var yaşayır, amma ölüdür. Amma Bəqərə surəsində 154-cü ayəsində Allah buyurur ki, onlara ölü deməyin. Onlar bu dövlətin yolunda, bunlar qəhrəmandılar. Onlar bizim azadlığın uğrunda, necə bizim prezidentimiz dedi, bizim savaşımız haqq savaşdır. 92-93'də o analar ki, küçələrə səpilmişdi, o qanlar, analar, bacılar, uşaqlar məhv ilə bağlamışlar, maşınla çək. Çünki bəli, onlar çox qəddar millətdir. Bunlar dövlət demək olmaz onlara. Əlbəttə. Amma bizim balalarımız getdi, torpağı da azad etdi, düşmənləri də bizim torpağımızda qovdular. Yaşasın Azərbaycan. Allah bizim dövlətimizi qorusun, bizim qazilərimizi qorusun. 1-ci Qarabağ, 2-ci Qarabağ, aprel döyüşündə antiterror. Allah bizim şəhidlərimizin ruhu şad eləsin. Allah bizim dövlətimizi qorusun, düşmənlərinizə fürsət verməsin. Amin. Gözəl sözdür. Düşmənlərimizə fürsət verməsin. Azərbaycanın bu belə deyim, iqtisadi yüksəlişini, Qarabağdakı bu gözəllikləri görüb bizi hər zaman gözü götürməyənlər olacaq. Hər zaman ətrafımızda olan düşmənlərimizə atamız gözəldir, Allah fürsət verməsin. Allah Azərbaycana bir də yaman gün göstərməsin. Bu qələbəni ki bu oğullar, bax bu kişilərin oğulları bu qələbəni, zəfəri ki bizə yaşatdılar. Bax bu əli qabarlı ataların öz halal çörəyi ilə böyütdükləri oğullarını gözləri qırpmadan eləsi var ki, tək evin tək oğludur. Oğul arxadır, dayaqdır, evin çırağıdır. O atalar gözünü qırpmadan oğullarını göndərdilər. Baxın, biz Lənkərandayıq. O uşaqların böyük əksəriyyəti nə Şuşa görmüşdü, nə Xankəndi görmüşdü, ümumiyyətlə Qarabağı görməmişlər. Amma o atalar onları Qarabağın xilası üçün göndərdilər. Evin tək oğlu. İki bacı vardı, özü tək oğlu. Evin tək oğlu.
Allah sizləri var etsin. Azərbaycan xalqı olaraq qarşınızda baş əyirik. Sizin simanızda bizi hal-hazırda izləyən bütün şəhid atalarının qarşısında baş əyirik. Eşq olsun sizə, var olasınız. Minnətdaram sizə.